Salam dostlar, bugün sizə TikTokda öz videolarınızın baxış sayını necə artıra bilərsiniz, həm də şifrəsiz şəkildə sizdən TikTok hesabınızın şifrəsi tələb olunmur, onu göstərəcəm. Mən öz TikTok hesabıma daxil oluram və burada izlənmə saylarını görürsünüz. Videoların sizə sübutlu şəkildə göstərəcəm və yorumlar da görürsünüz, hamısı Azərbaycanlı yorumlardır. Bəyənmə saylarını da göstərirəm. Heç biri bot deyil. Bu izlənmələr sayəsində videolarınız keşfətə çıxır və yorumlar, bəyənmələr, izlənmələr gəlir sizin videolarınıza. Həmçinin də takipçi sayınız artır. Hansı ayarı etməlisiniz? Bunu sizə göstərirəm. Bunu mütləq etməlisiniz ki, siz izlənmə göndərə bilərsiniz bu sayt vasitəsilə öz hesablarınıza. Ayarlar bölməsinə daxil oluruq. Buradan yenidən ayarlar və gizliyə daxil oluruq. Gizliyə daxil oluruq. Burada özəl hesab yazılan yer var. Görürsünüz. Bunu hər kəsə açıq etməlisiniz ki, özünüzə izlənmələr göndərə biləsiniz. Ondan sonra biz nə edirik? Hər hansı bir paylaşıma daxil oluram. Buradan 3 nöqtəyə daxil olub bağlantını kopyalayıram. Onu da qeyd edim ki, bu videomda hədiyyəm var. Bu videomu bəyənən, kanalıma abunə olan və TikTok istifadəçisi adını şərh qismində yazan hər kəsə 500 TikTok takipçisi hədiyyə edəcəm. Bu izlənmələrin sizin hesabınıza heç bir zərəri yoxdur. Hesabınızın ban olma riski yoxdur. Hesabınızı spama salmır. Yəni rahatlıqla istifadə edə bilərsiniz. Google-a daxil oluruq, axtarma yerinə takipçi.com yazıb bu sayta keçid edirik. Və açılan yerdə görəcəksiniz ən aşağı gəlirik. Burada bütün hilələr var. Bunlar pulsuz xidmətlərdir. Bura daxil olursunuz. Bunlar limitlidir, amma limitsiz şəkildə özünüz satın alaraq istədiyiniz qədər izlənmə göndərə bilərsiniz hesablarınıza. TikTok hilələrinə gəlirik və buradan TikTok izlənmə hiləsinə daxil oluruq. Bura öz paylaşım linkimizi qeyd edirik. Amma günlük 1000 izlənmə göndərə bilirsiniz. Hər bir telefondan sadəcə bir dəfə edə bilirsiniz. Azərbaycanlı izlənmək istəyirsinizsə Azərbaycan, xarici istəyirsinizsə xaricini seçib göndər düyməsinə basırsınız. 1 saat ərzində izlənmələr sizin hesabınıza göndərilir.